Axı niyə bu dünyada əzab, əziyyət içindəyik? Bundan bir qurtulmaq yolu varmı? Bələd surəsinin əvvəllərində oxuyuruq. And olsun bu müqəddəs şəhərə, sən sakini olduğun şəhərə, and olsun ataya və onun övladına. Bu qədər andlar içildikdən sonra deyilir. Ləqad xalaqonəl insənə fi kəbəd. Biz insanı çətinlik içində xəlq etdik. Yəni həyatını çətinlik içində qərarlaşdırdıq. Kəbəd sözü bir neçə mənadadır. Qatı mənasında işlədilib. Südün qatılaşmasına təkəbbədə ləbən deyilir. Habelə kəbəd sözü qaraciyərin üstündə olan kəskin ağrıya və bundan əlavə bütün ağrı acı növlərinə də şamil edilib. Nə olmasından asılı olmayaraq ayədəki mənasının əziyyət və narahatlıq olması aydındır. Bir hədisdə deyilir ki, Allah buyurub, mən mütləq asayiş və rahatlığı axirətdə qərar vermişəm. Cəmaat isə onu dünyada axtarırlar. Keçək məsələyə, insanın həyatda çəkdiyi əzab-əziyyətlər onun varlığının ayrılması hissəsidir. Dünyaya gəldiyi andan son nəfəsinə qədər müxtəlif formalarda ağrı acılarla qarşılaşır. Məsələ həyatda əzab-əziyyətin olub-olmaması deyil, əzizlər. Əksinə budur ki, sən hansı növ ağrı acını təcrübə etmək istəyirsən. Biz həmişə əziyyət içindəyik. Sadəcə növləri dəyişir. Bəzən daha böyük bir acıdan qaçmaq üçün başqa bir acını seçirik. Bəzən əziyyət biz istəməsək də bizə yüklənir və ona dözməkdən başqa çarəmiz qalmır. Seçilmiş ağrı acı şuurlu şəkildə qəbul etdiyindir. Bilirsən ki, onun arxasında bir nəticə var ki, daşımaq dəyərlidir. Cəhalətdən qurtulmaq üçün dərs oxumaq əziyyətinə dözməlisən. Gələcəkdə səni yoxsulluğun yaxalamaması üçün erkən oyanmağın və ağır işin əziyyətinə dözməlisən. Xəstəlik ağrısından qaçmaq üçün idmanın çətinliyinə dözməlisən. Görünüşdə bütün bunlar əziyyətdir, amma əslində hər biri başqa bir əziyyətin qarşısını almaq üsuludur. Amma bəzən heç bir seçim olmur. Ehtiyatla sürürsən, amma birdən bir heyvan yola atılır və qəza baş verir. Evində sakit oturmusan və zəlzələ olur. Sevdiyin bir kəs xəstələnir və ya dünyasını dəyişir. Heç bir təqsirin olmur, amma sənə dərd yüklənir. Qarşısında nə vuruşa bilirsən, nə də onu görməzlikdən gələ bilirsən. Sadəcə dayana bilərsən, səbr edə bilərsən, ta özü keçib gedənə qədər. Amma hətta bu məcburi əziyyətlərdə belə bir məna gizlənir. Çünki o səni təvazökar edir, sənə həyatın sənin ixtiyarında olmadığını xatırladır. Sənə nə qədər kiçik və aciz olduğunu, eyni zamanda isə nə qədər möhkəm olduğunu göstərir. Bəlkə də əzab məsələsində bütün insanlar bərabərdilər. Bəli, biri yoxsulluq əzabını çəkir, digəri xəstəlik əzabını, biri yaramaz övladın, digəri isə tənhalığın əsiri olub. Biri bədənində əzab-əziyyət çəkir, digəri ruhunda. Həyatların görünüşü aldadıcıdır. Ola bilsin ki, böyük evi, lüks maşını, sağlam ailəsi olan birini görərsən, amma onun da görünməyən bir əzabı var. Səssizlikdə, qəlbdə, zehində və ya xatirədə olan bir əzab var. Heç kəs əzabdan xali deyil. Yalnız əzabların forması, zamanı və miqdarı fərqlidir. Bu həqiqəti bilmək həyatı dəyişdirir. Artıq heç kimin görünüşdəki xoşbəxtliyinə paxıllıq etmirsən. O da sənin qədər yanır, vuruşur, ağlayır. Sadəcə başqa bir meydanda və başqa bir zamanda. Mənim əzizim, əzab-əziyyət yox olmur. Sadəcə çevrilir, forma dəyişir. Həyat əzab meydanıdır. Biz istəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də. Bu meydanda qismən seçim haqqım var. Amma əzab zamanı qrafiki altındakı sahədən qaçış yolun yoxdur.